Bugün yurtdayıq, bugün Qubadlıdayıq. Bu günlərin şükranını arkada bizə, arxa fonda görsənən göy qurşağına qismət eləyən Allaha edirik. Bu bir təsadüf kimi hesab eləmirəm. 32 ildir həsrətdən sonra göy qurşağını yurt yerində gördüm. Bura Xudular kəndidir, bura Azərbaycandır, bura Qarabağdır, bura bizimdir, bura bizim ata yurdumuzdur. Elə burada da əziz soydaşlarımıza, yurdunu ziyarət eləyənlərə, sizlərə deyirəm, lütfən sizdən xahiş edirəm, gəlib yurdu ziyarət edərkən çəkilişlərinizdə, paylaşımlarınızda diqqətli olun. Maksimum dərəcədə diqqətli olun. Baxın ki, nə çəkilirsiniz, baxın ki, nə paylaşırsınız. Bu yurtda ayaq qoyduğumuz yerlərdə şəhidlərimiz minlərlə, yüzlərlə, sayı hesabı bilinməyən nə qədərə balalar atasız qaldı, nə qədər nişanlı qızlar nişanlısına qovuşmadı, gənc ailələr ərsiz qaldı, analar balasız qaldı, nə qədər gənc anaların saçları ağardı, nə qədərə həyatlar puç oldu, nə qədər arzular puç oldu. Mən sizə deyirəm, o şablon sözlər ki var, şəhidlərimizin ruhları qarşısında baş əyirik. Bunu əməllərinizlə edin, bunu əməllərinizlə sübut edin. Yeyib içmək, içki məclislərini çəkib yurt yerlərindən şərh eləməyin. Nə istiniz, nə yediniz, bunları çəkib paylaşmayın. Buna baxan şəhid anaları, şəhid həyat yoldaşları, şəhid balaları görüb hisslərindən qanlar ağlayır, onlar dərd çəkirlər. Yəni, əgər sizin etdiyiniz hərəkətlər bir təbliğat yönümlüdürsə, elə xalqa faydası varsa, buyurun, hamımız dəstək olar. Amma yox, sən kabab çəkməyini, araq içməyini paylaşırsansa, bu qüsurdur, bu nöqsandır, bunu etməyin. Bu günləri tək şəhidlərimiz yox, bu günlər üçün canlarını fəda edən, bu günlər əlil olanlar, mənim dostlarımdan olanlar var ki, bir qolunu çiynindən itirib, qıçlarını itiribdir. Bu günləri ömür boyu bundan sonra da əziyyət çəkəcəklər, əziyyət çəkib canlarının ağrısını hiss edəcəklər. Amma onlara şərəfdir. Amma siz bunlara rəğmən, bunların əziyyətlərini görərəkdən negativ çəkilimlər, negativ paylaşımlar etməyin. Daim yurda qayıdışımızı şükranlıqla qeydin, daim yurda qayıdışımızı şükranlıqla paylaşın və çalışın ki, şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarımızın fərqi yoxdur, 1-ci Qarabağ, fərqi yoxdur, 2-ci Qarabağ, aprel döyüşləri və yaxud da hansısa, illa 80-cı illərin sonunda başlanmış mücadilənin itkilərini də belə nəzərə alsaq, hamısı bizim şəhidlərimizdir, hamısı bizim ağrılarımızdır. Hamısını nəzərə alaraq onların ruhlarının şad olmasına ötürü biz onların əziz xatirələrini yad edib yaşatmalıyıq. Yurt yerindəyik, Qubadlıdayıq. Buradan salamlayıram.